Sevgili ok atanlar ve yükselen ok atanlar, 16-22 iyun həftəsində neler yaşayacaksınız? Bu həftəyə ayın dolça bürcündə davam edən hərəkət ilə başladığınız üçün sosial mediada çox aktiv ola bilərsiniz. Qısa səyahətləriniz arta bilər. Bacı qardaşlarınızla və qohumlarınızla olan ünsiyyətiniz bu həftə arta bilər. Evinizdə istirahətə daha çox zaman ayıra bilərsiniz. Və Marsın qız bürcündə hərəkət etməyə başlaması nəticəsində bu həftə qarşınıza yeni iş fürsətləri gələ bilər. İş həyatınızda rəqabət mühiti arta bilər, hədəflərinizə fokuslana bilərsiniz. Zaman-zaman səbirsiz davranışlar sərgiləyə bilərsiniz. Zaman-zaman aşırı eleştirisel davranışlar sərgiləyə bilərsiniz. Keçmişdə yaşadığınız bir sevgi münasibəti bu həftə gündəminizə gələ bilər və subay olan oxatan bürcləri bu həftə yeni biriləri ilə tanış olub yeni sevgi həyatına addım ata bilərlər. Günəşlə Merkuri Xərçəng bürcündə hərəkət edəcəyi üçün və hərəkət etdiyi üçün də miras, kredit, borc, vergi və sığorta ilə əlaqəli mövzular bu həftə gündəminizdə yer ala bilər. Sevgi münasibəti yaşayan oxatan bürcləri bu həftə sevgi münasibətlərində qısqanclıq və güvənlə əlaqəli mövzular yaşaya bilərlər və eyni zamanda şəxsi maliyyənizə lazımsız pul xərcləmələr də edə bilərsiniz. Diqqətli olmağa çalışın. Yeni pul investisiyaları edəcəksinizsə bu həftə tələskən qərarlar verməməyə özen göstərin.